bunların sünnətə qarşı etdikləri şeylərin eynisini ateistlər, deistlər, nəsranilər, yahudilər, masonlar, dinsizlər Qur'ana qarşı edirlər. Bu batil olduğu kimi bu da batildir. Yəni məsələn gəlir birisi ateistdir, deyir ki, filan ayə hansısa Qur'andan bir ayəni gətirir və gülür. Gülür həmin ayəyə. Deyir bu məntiqə ziddir. Belə şey olar. Necə bu Allahın kəlamıdır ki, bunu ağıl qəbulləmir. Məsələn deyir ki, Süleymanla qarışqanın söhbəti. Deyir qarışqadan səs də çıxmır. Necə Süleyman əleyhissalam onunla danışdı. Yəni bu ağla, məntiqə uyğun deyil. Və gülür bu ayəyə. Necə ki bunlar bu qəbildən olan hədislərə güldükləri kimi. Və ya məsələn gəlir deyir ki, Kəhf surəsindəki ayəni misal gətirir bu ateistlər. Deyirlər ki, Xızır əleyhissalamla o Musa əleyhissalamın qissəsini deyirəm. Xızır əleyhissalam orada bir uşağı vurub öldürür. Bilirsiniz qissəni. Ki, ana atası mömin idi. Biz qorxduq ki, bu mömin ana atanın bu fasik oğlu böyüyüb, yəni öz valideynlərinə zərər yetirər və Xızır əleyhissalam həmin oğlanı öldürür. Həmin uşağı öldürür. Və deyirlər ki, bu nədir? Yəni bu nə məntiqdir? Və s. və ilə axır. Bu adi misallardır. Və ateistlərin Qur'an barədə bu cür onlarla yüzlərlə şübhələri var. Eyni bu hədis inkarçılarının sünnətə qarşı etdiklərini ateistlər, dinsizlər Qur'ana qarşı edir. Yəni bunların yolu eynidir. Aralarında heç bir fərqi yoxdur. Yəni baxışları, məntiqləri, dırnaq arası hamısı eynidir. Ona görə hətta Türkiyədə biri çıxmışdı. İlhami Gülər adında birisi bir konferans keçirdi. Təsəvvür edin. Dediyim bu adam konferans keçirib və konferansın mövzusu nədir? Qur'andan çıxarılması vacib olan ayələr. Sünnətdən, hədislərdən söhbət getmir. Qur'andan çıxarılması, götürülməsi vacib olan ayələr. Yəni Qur'anda bəzi ayələr var ki, onlar müsəlmanların üz qarasıdır. Dırnaq arası. Yəni bunu iddia edir. Gərək bu ayələri Qur'andan biz çıxaraq. Hətta xristiyanların, ateistlərin yanında biabır olmayaq deyə. Təsəvvür edin bu sözü özünə mən müsəlmanam deyən adam deyir. Özünü Muhammed sallallahu aleyhi və səlləmin ümmətinə nisbət edən adam deyir. Səhv etmirəmsə adı İlhami Gülər olmalıdır. Və bu adam Qur'anilərdəndir. Yəni Türkiyədə olan o hədis inkarçılarından birisidir. Hədis inkarçılarından birisidir. Yəni görün hədis inkarçılığı bunları hansı günə gətirib çıxarıb, hansı zəlalətə gətirib çıxarıb. Hətta Qur'an ayələrini inkara. Və orada həmin o İlhami Gülər ayələr sadalayır və o ayələrdən birisi də elə bu indi qeyd etdiyim ayə. O Xızır əleyhissalamın uşağı oğlanı öldürməsi qissəsi. Deyir bunu deyir ağıl qəbulləmir. Bunu deyir məntiq qəbulləmir. Qur'an ayəsi barəsində deyir bunu. Və siz təsəvvür edin, eyni şeyin eynisini edirlər. Deyir filan şey hədisdə gəlir qəbulləmirəm. Yaxşı, Qur'anda gəlir. Niyə qəbulləmirsən oğrunun əlinin kəsilməsini? Qur'anda gəlir əlfə sənətin illə 50 amə. Nuh peyğəmbərin 950 il yaşaması. Niyə qəbulləmirsən? Bunlar Qur'anı qəbulləmirlər. Bu hədis inkarçılığının gətirdiyi nəticədir. Dinsizlik və zındıqlıq. Yəni bunun başqa bir adı yoxdur.